Səhnə mənim, bu an mənimdir. Qəlbimdəki arzu, eşqim dənizdir. İndi parlayır Azərbaycan ulduzu. Göydə tək bir mən olacağam tək ulduz. Bu işıqla hər kəsi heyran edəcəm. Zirvələrə doğru cəsarətlə gedəcəm. Azərbaycan ulduzu, mənəm o ulduz. Azərbaycan ulduzu, mənəm o ulduz. Canım benim memleketim, güneş gibi daim yanar. Onlar yurdu məhəbbətim. Koyacaksın zirvelere o yenilmez bayrağımız. Qayıdıbdır bizim elə her bir karış torpağımız. Her bir elin öz yeri var, benim elim doğma diyar. Güzelliği de o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Kurban olum Azerbaycan bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Öz sözü var, hürmeti var, ülkelerin arasında. Belə güzel, belə zengin var dünyanın harasında. Vətənimin məğrur gücü, öz ürəyi ilhamı var. Xoş günlərə gedən yolda bir əbədi bayramı var. Her bir elin öz yeri var, benim elim doğma diyar. Güzelliği de o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Kurban olum Azerbaycan bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Her bir elin öz yeri var, benim elim doğma diyar. Güzelliği de o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Kurban olum Azerbaycan bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Kurban olum Azerbaycan bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Kurban olum Azerbaycan bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Akşamınız xeyir olsun. Dünya boyda ürəyi olan Dünya Televiziyasının dəyərli, hörmətli izləyiciləri. Təşəkkür edirəm ki, yenə bizimləsiz. Həftənin çərşənbə günüdür. Bu o deməkdir ki, Azərbaycan Ulduzu 7 musiqi yarışması efirdədir. Bütün Azərbaycan xalqını
Bu günlərin bilirsən ki, Nahid, müqəddəs Qurban bayramıdır. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bayram bayrama qarışıb, həm də bizim sabahlarım Respublika günümüzdür. Var olsun Azərbaycan xalqı, var olsun cənab prezidentimiz və nə yaxşı ki biz Azərbaycanlıyıq, nə yaxşı ki biz Azərbaycanda yaşayırıq. Salamlayıram səni də, xoş gördük. Münsifləri heyətimizdə salamlayıram. Necəsən? Salam, axşamınız xeyir olsun Rəvan bəy. Ekran arxasındakı tamaşaçılarımızı, dəyərli münsiflər heyətimizi, qonaqlarımızı və iştirakçılarımızı salamlayır və iştirakçılarımıza uğurlar arzu edirəm. Bəli, bugün Qurban bayramıdır. Bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Kəsilən qurbanları qəbul olar inşallah deyirəm. Amin inşallah və dəyərli izləyicilərimiz, siz Azərbaycan Ulduzu 7 musiqi yarışmasına LT Estetik Mərkəzinin baş sponsorluğu ilə baxırsınız. Qeyd edim ki, LT Estetik Mərkəzi, əziz və dəyərli xanımlar, əgər sizin də gözəlliyinizə gözəllik qatmaq istəyirsinizsə, gözəl olmağa ehtiyacınız varsa, mütləq şəkildə LT Estetik Mərkəzinə müraciət edə bilərsiniz və oranın rəhbərliyinə təşəkkürümüzü bildiririk, başda Laləndar Aslanovaya. Birazdan daha ətraflı danışacaq bu barədə. Amma bir problemləri var, paltara vurmaq olmur, ətirləri bir həftə qalır, yulanda da getmir. Ona görə üstlərinə vursalar, üzlərinə vursalar daha yaxşı olar. Əslində bu çox gözəl bir nüansdır, hansı ki, hər ətirlərdə belə qalıcılıq olmur. Adətən ətirləri vurursan 5 dəqiqə heç havada iyisi qalmır, 5 dəqiqədən sonra ötüb keçir. Evdəkilərə problem olur. Amma yaxşıdır, qoy elə yulandan sonra da yaxşı ətirin qoxusu geyimdə qalmalıdır məncə. Bu o deməkdir ki, peşəkardırlar. Təşəkkür edirik onlara və bu günlərin bayramdır. Baxıram buradan gözləmə otağına iştirakçılar maşallah çox gözəl geyiniblər. Yəqin ki, yaxşı Vətənpərvər ruhda hazırlaşıblar. da hazırlaşıblar hər biri. İnşallah ki, gözəl çıxışları olacaq. Kəş ki, böyüklər də bizim sözümüzü eşitdi, vətənpərvər ruhda hazırlaşardılar. Bir-iki iştirakçımız var ki. Təşəkkür edirəm. Alqışlayaq Nahidi, yola saldırıq gözləmə otağına və münsiflər heyətimizi salamlayıram bir daha. Bu günlərim deyir o bir misal var, dilim olasan, ay dilim, atalar misalı. Bu günlər, keçən dəfə özümə söz vermişdim ki, gələn həftə qonaq az çağıracam. Amma nə yalan deyim, bugün darıxdım, sağ tərəfimi boş gördüm, darıxdım. Odur ki, gələn həftə yenə də ekspertlərimiz burada olacaq. Bugün mən xahiş elədim ki, gəlməsinlər. Dedim, bayramdır, evdə bayramımızı qeyd edin. Amma dediyimə də peşman oldum, çünki onlarsız da darıxıram. Bəli, istərdim ki, ilk münsifimizi təqdim edəm. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, ictimai xadim, tənqidçi jurnalist, dəyərlimiz Nəcibə xanım İlkin. Alqışlayaq, xoş gördük. Buyurun, salamlayın tamaşaçıları. Axşamınız xeyir olsun, dəyərli Rəvan bəy. Rəhbərliyiniz başda olmaqla sizin bütün kollektivi salamlayıram və bugün burada iştirak edən bütün ifaçıları salamlayıram, ekspertlərimizi, münsiflər heyətimizi salamlayıram və hər birinizin bu müqəddəs Qurban bayramınız mübarək olsun deyirəm. Allah bütün arzu və niyyətlərinizi həyata keçirsin. Uğurlar Təşəkkür sizə. edirəm. Növbəti münsifimiz, pedaqoq, dəyərli sənətkarımız Asif İsaoğlu. Xoş gördük. Axşamınız xeyir olsun Rəvan bəy. Mən də hər bir kəs salamlayıram. Xalqımızın bugünkü bayramı da, Qurban bayramı, sabahki Respublika günümüz çox önəmli bayramdır. Bu hər ikisi salamlayıram, təbrik edirəm xalqımızın bayramlarını və bütün iştirakçılara da uğurlar arzulayıram. Hamıya can sağlığı arzulayıram, dostlarımıza da, Maya xanıma, Nəcibə xanıma da və bizim o biri ekspertlərimiz sizdən kimi darıxdırıcı oldu. Həqiqətən. Yollarını, onları da salamlayırıq bu efi Sağ vasitəsilə. tərəfə baxa bilmirəm. Yerim o qədər. İnşallah. Keçən dəfə şikayətlənirdim ki, yeri geniş istəyirəm ki, səhnədə genişliyi olsun, rahat olum. Amma bu gündən baxıram ki, bu qədər yerin yenirəm. İnşallah gələn dəfə Əgər gəlsinlər. burada sevgi yoxdursa, əgər burada belə deyim də doğmalıq yoxdursa, bu boşluq bir şeyə Bəli, yaramır. bəli. O bəzi Onlar- insanlar var, gözləri doymur. Deyir elə hər şey mənim olsun. Yox, hər Bax şey bu- kollektiv Bax şəkildə bu olur, görk yaxşı olsun, olur. bu boşluq heç nəyə yaramır, həqiqətən. Salamlayırıq onları da. Bir Can, var daha olasın. çox sağ olun. Bütün Number One Production-a, sizə, Dünya TV-nin rəhbərliyini salamlayırıq, bayramlarını təbrik edirik. Bizim əziz operatorlarımızı, rejissorlarımızı bir daha uğurlar arzulayıram. Çox sağ olun. Təşəkkür edirəm. Növbəti münsifimiz, pedaqoq, xanəndə, dəyərli sənətkarımız Maya xanım Cəbrailova. Xoş gördük.
Çox sağ ol Rəvan bəy. Mən də var olun deyirəm. Bu günləri, bu özəl gün, gözəl gün, müsəlman dünyasının müqəddəs Qurban Bayramı münasibəti ilə mən də hamını təbrik edirəm. Müəllimlərin sözünə qüvvət olaraq rəhbərliyi başda olmaqla şəxsən sizə, ailənizə, bütün Azərbaycan hər yerində olan insanlara bax belə bol ruzu bərəkətlə, sağlam canla, ruh yüksəkliyi ilə bayramlar keçirməyi, qurbanlar kəsməyi, Allah yolunda bütün dualarının qəbul olmağını istəyirəm və gözəl o fidan balalarımıza da uğurlar arzulayıram. Təşəkkür edirəm. Bəli, sizin sözlərinizə qoşuluram. Allahdan kəsilən qurbanlarınızın qəbul olunmasını arzu edirəm, dəyərli izləyicilərimiz. Və bu günlərim mən istəyərdim ki, bir təbriki də özəl olaraq dəyərli ustadım, Respublikanın xalq artisti Gülyaz xanım Məmmədovanı salamlayıram. Alqışlayaq Gülyaz xanım Məmmədovanı. Biraz məndən inciyib. Mən istəyərdim ki, efir vasitəsilə üzrxahlığımı bildirim. Müəyyən səbəblərə görə onun yanında ola bilmədim. Amma həqiqətən qəlbim onunlaydı. Siz Gülyaz xanım, mənim üçün çox dəyərlisiniz. Həqiqətən. Nə qədər illər keçsə də, nə qədər bu sənətdə yolum davam etsə də, bunu heç vaxt unutmaram. Çünki siz mənim üçün bir başqa bir dəyəriniz var və sizi özəl olaraq bayramınızı təbrik edirəm Gülyaz xanım. Və alqışlayaq səhnəmizin leylisi, yüksək dərəcəli vokalist, Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanı alqışlayaq və bayramınız mübarək olsun Gülyaz xanım. İnşallah ki, ümidvaram ki, bu mesajdan sonra barışarsınız məndən. Nahid, eşdirik səni. Bəli, davam edirik. İlk iştirakçımız SMS kodu 2 olan keçən həftənin qalibi İlqar Bayramlıdır. Xoş gəlmişsən İlqar, alqışlarınızı eşitmirik. Mən də hər kəsi salamlayıram, əziz tamaşaçılarımızı. Hər kəsin bayramını təbrik edirəm. Efir vasitəsilə öz ustanım, Respublikamızın xalq artisti Gülyaz xanımı salamlamaq istəyirəm. Və indi isə ifa eləyəcəyim mahnının sözləri Nəbi Həziri və musiqisi isə Müslüm Maqamayeva aiddir. İlqar Bayramlı SMS kodu 2. Eşidə İlqarı. Güneşli al seherim Azerbaycan. Sen eşkin zəfərim Azerbaycan. Çağlayan Kür Xəzərim Azerbaycan. Güneşli al seherim Azerbaycan. Dilimine savaş Azerbaycan. Azerbaycan.
Təşəkkür edirik İlqar Bayramlı. SMS kodu 2 və qeyd edim ki, Bek vokalda mənim dəyərli ustadım Respublikanın xalq artisti Gülyaz Məmmədovanın səsini eşitdik. Qeyd edim ki, İlqar Bayramlı Gülyaz xanım Məmmədovanın tələbəsidir. Və İlqar Bayramını bu yarışmada görmək istəyirsinizsə, Google-da number1.az saytına daxil olursunuz və axtarış bölməsində Azərbaycan Ulduzu 7 bala musiqi yarışması papkasını seçirsiniz və istədiyiniz iştirakçıya 1, 5, 10, 20, 50, 100, 250 və 500 səsə qədər göndərə bilərsiniz. Qeyd edim ki, bir səs 1 manatdan hesablanır, əlavə heç bir ədəvi və faiz tutulmur. Bağlanırıq gözləmə otağına, Nahidə işlək səni. Bəli, növbəti iştirakçımız SMS kodu 1 olan Rasin Əkbərlidir. Xoş gördük Rasin səni. Çox sağ olun. Tamaşaçılar və dəyərli münsifləri salamlayıram. Mənə bu yerə qədər gəlməyimə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Həm ailəm adından, həm öz adımdan. Bugün 28 may, sabah yəni 28 may Respublika günüdür və bugün müqəddəs bayram olan Qurban bayramınızı təbrik edirəm. Öz doğma yurdum Qazax rayonunu salamlayıram. Oradan məni sevə-sevə izləyən qohumlarımı salamlayıram. Və Rasim babam, Gülarə nənəm, Əziz babam və Şükufə nənəmi salamlayıram və onları çox-çox öpürəm. Bugünkü ifa edəcəyim mahnını başda Cənab Ali Başkomandan olmaqla hərbiçilərimizə, vətən müharibəsi iştirakçılarına, qazilərimizə və vətən üçün canından keçmiş şəhidlərimizə həsr edirəm. Mənim musiqimi bəyənən hər kəsdən səs gözləyirəm. Rasin Əkbərli, SMS kodu 1. Eşidək Rasin ifasını. Gözün aydın ey ana vətən, şəhidlərin batmadı qanı. Zəfər çaldın bu savaşda sən, qalibadın gəzdi cahanı. Uca dağlar boyandın ora, gör qulaqlar nəğmə söyləyir. Yollar boyu açıldı güllər, ay ulduzun əmələ qoşa. Har bülbül qalxırdı təzə tər, bayram edir cəngilər Şuşa. İgid əskər ağ olsun özün, sağ ol desəm az olar sənə. Azad edib torpaqlarını, fərəh verdin millətinə. Mən bir millətəm, tarix yazan, zəfərim dillərə dastan. Dursa qarşımda bütün cahan, vermərəm öz torpağımdan. Mən bir millətəm, tarix yazan, şanlı qələbəm çıxmaz yadan. Dur bir ağızdan, deyək hər an, yaşasın Azərbaycan. Millətimiz haqq yolcusu, haqqınızı dönəm deyil. Bayrağımız üç rənglidir, yüksəldisə enən deyil. Bu bayraqda ölməz ruhu, həm keçmişdə
millətəm, tarix yazan zəfərim dillərə bəzən dursa qarşımda bütün cahan vermərəm öz torpağımdan. Mən bir millətəm, tarix yazan şanlı qələbəm çıxmaz yaddan. Gəl bir ağızdan deyək hər an yaşasın Azərbaycan. Mən bir millətəm, tarix yazan zəfərim dillərə bəzən dursa qarşımda bütün cahan vermərəm öz torpağımdan. Mən bir millətəm, tarix yazan şanlı qələbəm çıxmaz yaddan. Gəl bir ağızdan deyək hər an yaşasın Azərbaycan. Teşekkür edirik bu güzel ifa için. Rasin Ekberli SMS kodu 1. Rasin'i bu yarışmada görmek istəyirsinizsə number1.az saytına daxil olub səs verib dəstək ola bilərsiniz. Nahid eşidirik səni. İştirakçılarımız bir-birindən istedadlıdırlar. Təbrik edirəm hər birinizi və növbəti iştirakçımız bu həftənin üçüncüsü, keçən həftənin daha doğrusu üçüncüsü SMS kodu 7 olan Məhəmmədəli Vahabsoydur. Xoş gəlmisən Məhəmmədəli. Mən Məhəmmədəli Vahabsoy. Buradan dəyərli münsiflərimizi, Əziz Amin müəllim, Həqiqət müəlliməyi, Rəvan bəy və Rıza Studionu salamlayıram və təşəkkürlərimi bildirirəm. Və buradan hamının Qurban Bayramını təbrik edirəm. Musiqisi mərhum xalq artisti Emin Sabitoğlu'nun, sözləri isə Anara aiddir, xalq yazısı Anara aiddir. Yalçın Rızazadə repertuarında incə belim. Buyur sən. Məhəmmədəli Vahabsoy SMS kodu 7. Eşidək Məhəmmədəlini. İncə donlum yer basmayıb yeriyəm. İncə donlum yer basmayıb yeriyəm. Başım baxdı, evim taxtı sevgilim. Başım baxdı, evim taxtı sevgilim. Evdən çıxıb yürüyəndə səlvi boylu. Badam yesə boylu görən incə belli. Topuğunda sarmaşanda qara saçlı. Topuğunda sarmaşanda qara saçlı. Boş havadan sığmayan dara qızlım. Boş havadan sığmayan dara qızlım. Qar üstünə qandanmış tək çal yanaqlım. Qar üstünə qandanmış tək çal yanaqlım. Evdən çıxıb yürüyəndə səlvi boylu. Yesə boylu görən incə belli. Topuğunda sarmaşanda qara saçlı. Topuğunda sarmaşanda qara saçlı. İncə donlum yer basmayıb yeriyəm. İncə donlum yer basmayıb yeriyəm.
Başım baxdı, evim taxtı sevgilim. Başım baxdı, evim taxtı sevgilim. Evdən çıxıb yürüyəndə sərvi boylu. Badam yesə boylu görünən incə belli. Topuğunda sarmaşanda qara saçlı. Topuğunda sarmaşanda qara saçlı. Evdən çıxıb yürüyəndə sərvi boylu. Badam yesə boylu görünən incə belli. Topuğunda sarmaşanda qara saçlı. Topuğunda sarmaşanda qara saçlı. Sevgilim, gözəlim, adaxlı. SMS kodu 7. Məhəmməd Əlini bu yarışmada görmək istəyirsinizsə, numberone.az saytına daxil olub səs verə bilərsiniz. Nahidə eşitirik səni. Növbəti iştirakçımız SMS kodu 5 olan Etibarcan Həsənovdur. Xoş gəlmişsən Etibar. Çox sağ olun buradan tamaşaçıları və müsif heyrətini, üstadım olan Gülyaz müəlliməmi salamlayıram və Nahid müəllim, Rəvan müəllim hamınızın Qurban bayramınızı təbrik edirəm. Qabaqdan gələn, yəni sabah olan 28 may müstəlik bayramınızı təbrik edirəm. Hamınızı çox sağ olun. Etibarcan Həsənov, SMS kodu 5. Eşidək Etibarcan ifasını. İstəyi nur, arzusu nur, hər qayası kör oğludur. İstəyi nur, arzusu nur, hər qayası kör oğludur. Qəhrəmanlar nər oğludur, bu torpağın, bu diyarın, bu diyarın. Ah, bu torpağın, bu diyarın, bu diyarın. Nəğməlidir qışı yazı, arpan tayı, xan arazı. Nəğməlidir qışı yazı, arpan tayı, xan arazı. Taleyini günəş yazır, bu torpağın, bu diyarın, bu diyarın. Ah, bu torpağın, bu diyarın, bu diyarın. Uşaqları qızıl lalə, gülüşləri gür şəlalə. Uşaqları qızıl lalə, gülüşləri gür şəlalə. Ağ evləri bir ağ lalə, bu torpağın, bu diyarın, bu diyarın. Ah, bu torpağın, bu diyarın, bu diyarın. Nəğməlidir qışı yazı, arpan tayı, xan arazı. Nəğməlidir qışı yazı, arpan tayı, xan arazı. Taleyini günəş yazır, bu torpağın, bu diyarın, bu diyarın. Ah, bu torpağın, bu diyarın, bu diyarın.
sigil düzənlərdir. Çiçək tacı gözəllərdir. Bu torpağın, bu diyarın, bu diyarın. Ah, bu torpağın, bu diyarın, bu diyarın. Bu torpağın, bu diyarın, bu diyarın. Ah, bu torpağın, bu diyarın, bu diyarın. Təşəkkür edirik Etibarcan Həsənov. Və reklamların vaxtıdır. Mən istəyərdim ki, baş sponsorumuz haqqında məlumat verim. Dəyərli izləyicilərimiz, siz Azərbaycan Ulduzu layihəsinə LT Estetik Mərkəzinin baş sponsorluğu ilə baxırsınız. Əlaqə nömrələrini xatırlatmaq istəyirəm. 012 539 02 26 057 86 20 06. Ünvan Yasamal rayon Tbilisi prospekti 41 ünvanında yerləşir. Əziz və dəyərli xanımlar, sizə aid bütün prosedurlar, bütün xidmətlər mövcuddur. Əgər gözəlliyinizdə biraz da gözəllik qatmaq istəyirsinizsə, bax, Maya xanım, Nəcbə xanım, gedin biraz gözəlliyinizə gözəllik qatında. Yox, xanımlara hər zaman gözəlləşməyə ehtiyac var. İstənilən xanım gözəl olmağa layiqdir, bu bunun haqqıdır. Ona görə də gözəlliyin tək ünvanı LT Estetik Mərkəzidir və oranın rəhbərliyinə təşəkkürümüzü bildiririk. Başda Lalendar Aslanovaya. Alqışlayaq baş sponsorumuzu və reklamlardan dərhal sonra davam edirik. Azərbaycan ulduzu, mənəm o ulduz. Bugün bayramdır, uşaqların bayramı. Bizi ürəkdən təbrik eləsin hamı.
Jasmin Əsədova, SMS kodu 4. Təşəkkür edirik Jasmin, gözəl ifa üçün minnətdarıq sənə və buyur, salamla tamaşaçıları. Necəsən? Salamlayıram. Dəstəyə görə müəllimlərimə, Vətən sağ olsun, cəmiyyətinin rəhbəri Püstə xanıma Salamlayırıq biz də Püstə təşəkkür xanımı. edirəm. Çox gözəl insandır Püstə xanım. Bayramınız mübarək olsun deyirəm Püstə xanım. Bu gözəl geyimə görə Lakantor Saramoda evinə təşəkkür edirəm. Bəli, geyimin də gözəldir maşallah. Mahnın da gözəldir, özün də gözəlsən. Qarşıdan bir iyun gəlir və uşaqların bayramıdır. Oxuduğum mahnını uşaqlara hədiyyə etdim. Can, biz də sənin bayramını təbrik edirik. Buyur, əyləş. Yox, burada əyləş, gəl bura. Dəyərli izləyicilərimiz, Jasmin Əsədovanı bu yarışmada görmək istəyirsinizsə, namirvan.az saytına daxil olub, səs verib dəstək ola bilərsiniz və dəyərli münsiflər heyətimiz, fikirlərinizi söyləyəcəksiniz. Amma bizim qonaqlarımız var. Azərbaycan Ulduzu 1 və Tanıyın bizi 2 model yarışmasının finalisti Yusuf Zeynalov və Tanıyın bizi 2 model yarışmasının qalibi Azərbaycan Ulduzu 4 istedad yarışmasının finalisti Leyla Məmmədovanı alqışlayaq. Bu günlərim onların duetləri səslənəcək, igidlər söyləyəcəklər. Xoş gəliblər hər ikisi. Can, xoş gəlmişsin. Çox sağ ol, təşəkkür edirəm. Var olasan. Bizim üçün belə bir suvenir gətirib. Təşəkkür edirəm. Leyla həmişə fərqliliyi sevir. Alqışlayaq Leylamızı. Və ifalarını eşidək. Yaqub. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyülür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Odla yurdum, azad gəncləri, üç rəngli bayraqlar uğruna irəli. İnanarıq biz tək Allaha, birlikdə gedirik ilhamla sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Təşəkkür edirik.
Eşq olsun Yusuf və Leyla, xoş gəlmişsiniz. Hər kəs salamlayıram. Nəcibə xanım salamlayıram. Asım bəy salamlayıram. Maya bəy xanım salamlayıram. Rəvan bəy salamlayıram. Nais bəy Təşəkkür edirəm. Var olasan Yusuf. Hamının qurban bayramı mübarək. Sən də bayram mübarək olsun. Kimin qalib olmasını istəyirsən Yusuf iştirakçılardan? Favoritin kimdir? Rasin. Rasin. Leyla, eşidək səni. Hər birini salamlayıram. Rəvan müəllim, Nahid müəllim, hər birini salamlayıram. Dəyərli müsiblərimizi salamlayıram. Hər birinizin Qurban Bayramı münasibəti ilə sizi təbrik edirəm. Bir də bugün mənim oxuduğum 24 nömrəli tam orta məktəbin direktoru Fikrət müəllimin ad günüdür. Fikrət müəllimin ad gününü də təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. Təşəkkür edirəm. Biz də sənin bayramını təbrik edirik. Leyla, bəs sənin favoritin kimdir? Mənimki də Rasimdir. Rasimdir. Təşəkkür edirəm. Və alqışlarla uşaqları yola salırıq. Gedin. Gedin. Nahid bəy yanım. Məndə qalır mikrofon. Hə, mənə verin mikrofon o zaman. Üzürlü sayın. Və məndən də bir ifa səslənsin. Daha sonra növbəti iştirakçıların çıxışlarını izləyəcək. Şövkət Ələkbərova repertuarından Məhəbbət səslənəcək. Çoxdan da oxumuram, dedim qoy burada da oxuyum. Cahanı yaradıp yeri göğü asimanı yaradıp o bu boyda bir cahanı yaradıp yeri göğü asimanı yaradıp İnsanoğlu o insanı yaradıp bu hayatın elif bası mehabbet en ilk nəğmə en ilk yazı mehabbet ah mehabbet İnsanoğlu o insanı yaradıp bu hayatın elif bası mehabbet en ilk nəğmə en ilk yazı mehabbet ah mehabbet döner o Yaz şimşəkdək birdən çaxıb söner o Hər ömürdə bir ulduza döner o Yaz şimşəkdək birdən çaxıb söner o Gizli gələr fəqət aşkar diner o Canda nəfəs damarda qan mehabbet Həm var olan həm yox olan mehabbet ah mehabbet Gizli gələr fəqət aşkar diner o Canda nəfəs damarda qan mehabbet Həm
məhəbbət, məhəbbət, ah məhəbbət. O deryadır kükrəyəndə, daşanda, daşanda. O gövhərdir üzüklərin qaşında, qaşında. O deryadır kükrəyəndə, daşanda, daşanda. O gövhərdir üzüklərin qaşında, qaşında. O sevdadır hey dolanır başında, başında. Gah ağıllı, gah divanə, məhəbbət, məhəbbət. Həm həqiqət, həm əfsanə, məhəbbət, məhəbbət, ah məhəbbət. O sevdadır hey dolanır başında, başında. Gah ağıllı, gah divanə, məhəbbət, məhəbbət. Həm həqiqət, həm əfsanə, məhəbbət, məhəbbət, ah məhəbbət. Həm həqiqət, həm əfsanə, məhəbbət, məhəbbət, ah məhəbbət. Həm həqiqət, həm əfsanə, məhəbbət, məhəbbət, ah məhəbbət. Təşəkkür edirəm. Allah Şövkət Ələkbərovaya rəhmət eləsin, qəni-qəni rəhmət eləsin, bizim ölməz sənətkarımız. Və istəyərdim ki, baş sponsorumuz haqqında danışım, daha sonra reklama keçid alırıq. Dəyərli izləyicilərimiz, siz Azərbaycan Ulduzu layihəsinə LT Estetik Mərkəzinin baş sponsorluğu ilə baxırsınız. Əziz və dəyərli xanımlar, əgər siz də gözəlliyinizə gözəllik qatmaq istəyirsinizsə, müxtəlif orada xanımlara aid prosedurlar həyata keçirilir. Dırnaq, kiprik, saç, üz, qaş və elə xanımlar üçün prosedurlar var ki, yəni xanımlar təbii ki, bunu gözəl bilir. Bütün sizə aid olan xidmətlər və prosedurlar mövcuddur. Nəcibə xanım yaman maraqlanır. Getmək istəyirsən? Göndərərik səni. Laləndar xanım buradadır. Salamlayırıq Laləndar xanımı da. Nəcibə xanımı verəcək sizə. Onu elə dəyişin ki, 18 yaşında qızı eləyin, göndərin bura. Əminəm ki, bunu bacaracaqsınız. Çünki sizin işinizin peşəkarı olmağınızın daim şahidi olmuşuq və qeyd edim ki, ünvan Yasamal rayonunda yerləşir. Tbilisi prospekti, ünvan 41 və əlaqə nömrəsini xatırlatmaq istəyirəm. 012-539 0226 050 786 2006. Dəyərli izləyicilərimiz, əgər siz də gözəlliyinizə gözəllik atmaq istəyirsinizsə, bax Nəcibə xanım getmək istəyir artıq. Maya xanım. Maya xanım da nazlanır, deyir, Nəcibədən nəyəm əskikdir, qoy mən də gedim. Sən də qoşularsan ona gedərsən. Bəli, dəyərli izləyicilərimiz, LT Estetik Beauty Center'ın baş sponsorluğu ilə Azərbaycan Ulduzu layihəsini izləyirsiniz. Reklamlardan dərhal sonra davam edəcəyik. Azərbaycan ulduzu, mənəm o ulduz. Davam edir, dəyərli izləyicilərimiz. Siz Azərbaycan Ulduzu layihəsinə LT Estetik Mərkəzinin baş sponsorluğu ilə baxırsınız və iştirakçılarımızı izlədik, çıxışlarını izlədik, səslərini dinlədik. İstəyərdim ki, münsiflər heyətimiz fikirlərini bildirsinlər. Nəcibə xanım, sizdən başlayaq. Çox sağ olun. Qısa fikirlərinizi deyərsiniz. Bir daha hər birisini təbrik edirəm. İlqar ümumiyyətlə səhnəyə gələndə mənə nəsə Bilal Əliyevi xatırladır, mən bilmirəm. Onu həm çox oxşuyur, həm duruşunda, həm belə geyimində, həm belə səsində. Mən inanıram ki, gələcəyimizin ən gözəli elə Bilal Əliyev kimi sənətkar olacaq. Uğurlar diləyirəm. İnşallah. Və Rasin də özünün duruşu ilə, özünün ümumiyyətlə bu uşaqlarda bir qəribə cəlb edicilik var. Həm ifa tərzləri, həm duruşlarında, həm çıxışlarında. Ümumiyyətlə
tamamilə fərqli bir cəhət görürəm. Mən- Belə yerdə nə deyirlər? Deyirlər ustadına bərəkallah. Və onu deyim ki, Nəcibə xanım ilk dəfədir ki, çətinlik çəkir uşaqlar arasında fərq qoymağa. Çünki həqiqətən 7 buraxılış olub. Olmayıb ki, yəni bir-birindən fərqlənsinlər də. Həmişə fərqləniblər. Zəiflər daha çox olur. Bəli, bəli, tamamilə. Burada zəif yoxdur. Yox, mən burada zəif eşdən görməm. Bir vaxt dedim ki, mən buradan Gülyaz xanımı xüsusi olaraq salamlayıram və ona öz səmimi təşəkkürümü bildirirəm ki, bax, gələcəyimizin sənətkarlarını indidən yetişdirir. Eşq olsun ona. Bayaq dedim, Rasim də gözəl iştirak elədi, çox sağ olsun. Həm bayaq dedim, duruşu ilə, elə ifası ilə fərqli, həm vətənpərvər mövzuları seçiblər. Ümumiyyətlə, repertuarlarını da fərqlidirlər. İfaları həmsi öz yerində gözəl. Və Məmməd Əli, o da gözəl. Məmməd Əli ümumiyyətlə öz yaşına uyğun olmayan tərzdə belə duruşu var, bir qəribə görünüşü var, ağayanalığı var. Uğurlar diləyirəm. Etibar. Etibarda biraz cılçı məsələsi oldu. O da nə elə yer düzələcək. Amma onun da ifasına söz yoxdur. Həqiqətən də eşq olsun. Mən tənqid axtarım, tənqid tapa bilmirəm. Jasmin qaldı. Jasmin, ümumiyyətlə mən bu qızı buna vurulmuşam da. Gözəldir. Həm gözəlliyi, həm özünə görə ifadə edir. Layihəmizin bircə qızı var da. Uşaqlarla, mən ümumiyyətlə həmişə uşaq mahnısı ifa etməsi belə özünə məxsusluğunu göstərir. Mən hər birinizə uğurlar diləyirəm. Sözün həqqi mənasında sevinirəm ki, Azərbaycanımızın gələcəkdə səhnələrində parlayan sizin kimi ulduzları var. Allah sizi qorusun. Uğurlar diləyirəm. Təşəkkür edirəm. Nəcibə xanım, minnətdaram. Asif müəllim, eşidək. Bir də axşamınız xeyir olsun. Doğrudan da Nəcibə xanım çox əhatəli danışdı. Belə seçim qarşısında qalsaq biraz çətinlik olacaq. Hamısı doğrudan da çox gözəl ifaçıdılar. Bir-birindən gözəl. Biraz o mənim yaralı yerimdə o cırçı məsələsi, o da düzələcək inşallah. Və kimdə varsa onu gələcəkdə düzəlsin. Biraz o mahnının gözəlliyinə təsir eləyir. Hamısı gözəl ifaçıdır. Amma Rasinin ifası, o mahnı çox çətin mahnı idi, əsərdir deyərdim ki. Onu bizim böyük sənətkarlarımız ikinci dəfədir ki, mən eşidirəm ki, onu kimsə ifa eləyir. Çox çətin bir modulyasiya var idi, orada keçidlər var idi və öhdəsindən çox gözəl gəldi. Hamısına uğurlar arzulayıram. Rasin də onun kimi çox gözəl, xoşum gəldi. Hamısı da qızımız da ki, o Malinkaya strana keçən dəfə çox gözəl ifa elədi. Hamısı, Etibarcan da, o birisi oğlanın adı nə idi? İlqar da çox gözəl. Məhəmməd Əli. Valla bir-birindən ayırmaq mümkün deyil. Hamısı gözəl ifaçıdır. Uğurlar arzulayıram. Sağ olun. Minnətdarım. Maya xanım, eşidək. Mən qoşuluram bu müəllimlərin sözünə, amma inanırdırım sizə ürəyim dağa dönür. Yəni, belə istedad, bunların heç birini bir-birindən fərqləndirə bilmirəm. İlqar maşallah olsun, Allah can sağlığı versin. Gülyaz xanım, mən də bayramınızı təbrik edirəm, bizim gözəl sənətkarımız. Bu nə gözəl, yəni bu uşağın tərbiyəsi, təlimi, duruşu, hamısı maşallah olsun. Səsi həm vokala, həm muğama, yəni hər ikisi var bunda. Eləcə də bizim Rasim balamız, maşallah olsun, onun da səsi. O Məhəmməd Əli balamız, bax bu qızımız, vallahi adam qalır, seçim eləyə bilmirsən. Mən elə bilirəm ki, inşallah bu dəfəki doğrudan Rəvan bəy deyir sizə yarışma. Bu uşaqlar elə bir ayrıca seçilib bura üçün. Vallahi uğurlar arzulayıram hamısına. Minnətdaram Maya xanım. Var olasınız və iştirakçıların çıxışlarını izlədik. Birazdan səsvermə nəticəsini açıqlayacağam, amma indi isə bağlanırıq gözləm otağına. Naidə işlək səni. Bəli, davam edirik. Azərbaycan Ulduzu 7 musiqi yarışmasının ilk iştirakçısı, keçən həftənin qalibi, SMS kodu 4 olan Türkan İsmailini dəvət etmək istəyirəm. Xoş gəlmişsiniz Türkan xanım. Mən də bütün hər kəsi salamlayıram. İki millət, bir dövlət. Bugün mənim türk izləyicilərim də gəlib buradadılar. Çox sağ olsunlar. Dəstək olduqlarına görə təşəkkürümü bildirirəm və Çindən də qonağımız var, onu da salamlayıram və dəstəyinə görə təşəkkür edirəm. Və bütün Qarabağlılardan səs gözləyirəm, Qərbi Azərbaycandan səs gözləyirəm və qonşularımız Qoşapark Yaşayış kompleksindən dəstək görürəm və gözləyirəm. Çox sağ olsunlar, minnətdaram. Bu qədər.
Türkan İsmayıllı SMS kodu 4. Eşidək Türkanın ifasını. Niye yanır bu ocaq? Yanıb külür qalacaq. Bilmirəm nə olacaq. Olanı xatirədir. Niyə yanır bu ocaq? Yanıb külür qalacaq. Bilmirəm nə olacaq. Olanı xatirədir. Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz. Bir adadır sevgimiz, hər yanı xatirədir. Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz. Bir adadır sevgimiz, hər yanı xatirədir. Qar yağır narın narın, üzü gülür dağların. Bu yaşıl yarpaqların solanı xatirədir. Qar yağır narın narın, üzü gülür dağların. Bu yaşıl yarpaqların solanı xatirədir. Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz. Bir adadır sevgimiz, hər yanı xatirədir. Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz. Bir adadır sevgimiz, hər yanı xatirədir. Gerçektir yoksa yalan, gelip geçti ne zaman? Sevginin ömrü bir an. Kalanı xatirədir. Kalanı xatirədir. Kalanı Türkan İsmayıllı, Türkan sənə təşəkkür edirəm bu gözəl Sağ olun. seçimin üçün. Geyimin də möhtəşəm, əsl səhnə geyimi. Baxın, insan zövq alır. Bax, bu cür geyimlə, bu cür səhnə performansı ilə çıxış eləyəndə iştirakçılar, insan istəyir ki, elə dinləsin, izləsin. Həm Bax, mahnı biz gözəl. üzr istəyirəm, Barbar bağıranda, bax, məcburam bunu belə deməyə, loru dildə. Barbar bağırandakı mahnılarınızı düzgün seçin. Məsələn, Türkanın özünə aid olan şəxsi mahnıları var. Mən o gün bilmişəm, Asif müəllim. Amma Türkan bura sənət göstərməyə gəlib. O mahnıların heç birini burada oxumuyub. Estrada ifaçısı da oxumur. Və bugün burada sənət göstərir. Həqiqətən alqışlayaq Türkanı. Həm geyimi, həm ifası möhtəşəm. İnsan bir daha dinləmək istəyir. Çox əla, çox əla. Təşəkkür edirəm. Türkan İsmayıllını bu yarışmada görmək istəyirsinizsə, number1.az saytına daxil olub, səs verib dəstək ola bilərsiniz. Nahidə eşidirik səni. Bəli, növbəti iştirakçımız, daha doğrusu iştirakçılarımız keçən həftənin ikincisi SMS kodları 7 olan Cavid və Səfər Atabala qrupudur. Xoş gəlmisiniz.
Hər vaxtınız xeyir olsun. Bütün Azərbaycan xalqın Qurban Bayramı münasibətilə təbrik edirik. Qarşıdan gələn müstəqillik gününüz mübarək olsun. Bugün bayrama qarışıb. Bugün böyüklərdən üzr istəyirəm. Mənim ailə həyatı qurmağımın 15-ci il dönümüdür. Həmçinin dostum İlqar İsmailovun ailə həyatı qurmağının 31 illiyidir. İlqar qardaşımı da təbrik edirəm. Bundan başqa mənim səfər qrupumun, yəni ansambulumun bədi rəhbəri Məşədə Aqifin doğum günüdür. Onu da təbrik edirik. Bütün dostlarımızı salamlayırıq. Hər kəsə salam olsun bizdən. Səfər, buyur. Başda Elçin Mehdiyev əmi olmaqla Ramin əmmi, Hüseyin əmmi, Nail əmmi, Əbəlfəz qaqamı, Nicat qaqamı, Kənan qaqamı və Fatih qaqamı salamlayıram. Hər birinizdən səs gözləyirəm. Cavid və Səfər Atabala qrupu SMS kodu 7. Eşidək onları. Mikrofon verək. Bu dünya güzeli, hoş gelişleri, aşık edeva. Allah neydi, besmen bir neva. Gel üzme beni, naz ileme nazlı peri. Gel üzme beni, naz ileme nazlı peri. Zülfün görüp sevdalara düşmüşem ben. Mest eyleyip o mestane gözleri, sevgi dolu dünyalara düşmüşem ben. Ah bu sevda olsun mənə haram mı? Bilməm sənə layiqən mi yaram mı? Bu dünyada yaşaram mı varam mı? Əfsanəvi dünyalara düşmüşəm mən. Əfsanəvi dünyalara düşmüşəm mən. Dünya güzeli, dünya güzeli, valla bu dünya güzeli. Dünya güzeli, billah bu dünya güzeli. Hoş gelişleri, aşık edeva. Allah neydi, besmen bir neva. Gel üzme beni, naz ileme nazlı peri. Gel üzme beni, naz ileme nazlı peri. Məhəbbətin havası var başımda, unudulup baharımda, qışımda. Heç açmamış ürəyini qarşımda, Məcnun kimi səhralara düşmüşəm mən. Ah bu sevda olsun mənə haram mı? Bilməm sənə layiqən mi yaram mı? Bu dünyada yaşaram mı varam
gözləri aşiqə də var. Allah nə edir, bəs mən binəva. Gəl üzrə məni naz eləmə nazlı pəri. Cavid və Səfər Atabala qrupu təşəkkür edirik. Dünya gözəl mahnı. Bu mahnı sizin atanızın. Bəli, Səfər Xıdırovundur, dəyərli sənətkarımız, Allah ömür versin. Hal-hazırda bizi izləyir. Mən bu Dünya gözəl mahnısın gözəl qızım Zəhriyə hədiyyə edirəm. Zəhra, səni öpürəm. Bayramın mübarək olsun. Allah saxlasın. Çox sağ olun, təşəkkür edirik. Bir daha çox sağ Cavid olun. və Səfəri Atabala qrupunu bu yarışmada görmək istəyirsinizsə, number1.az saytına daxil olub səs verə bilərsiniz. Nahid, eşidirik səni. Bəli, növbəti iştirakçımız keçən həftənin 4-cüsü, yeganə şairimiz, SMS kodu 8 olan Nahid Atakişevdir. Xoş gördük Nahid səni, buyur. Axşamınız xeyir olsun. İlk öncə bütün xalqımızı Qurban Bayramı münasibətilə təbrik edirəm. Kəsilən qurbanlar, edilən dualar qəbul olsun inşallah. Azad Qələm redaksiyasının baş redaktoru Nəcbə xanımın rəhbərliyi altında mən Azad Qələm Birliyinin üzvüyəm. Həmin üzvün başda Elmir qardaşım olmaqla bütün üzvləri salamlayıram. Bütün Azərbaycan xalqını salamlayıram, səs gözləyirəm. Və icazənizlə kitablarımı Maya xanım isə Asif müəllimə təqdim edərək çıxışıma başlayayım. Nahid Atakişiyev, SMS kodu 8. Fon musiqisi səslənsin Nahidin, eşidək Nahidi. Bir zaman mənim də sevdiyim vardı. Bir zaman mənim də sevdiyim vardı. Bilməm, fələk onu hara apardı. İllərdir hər yerdə axtarıram mən. Görmək üçün Allaha yalvarıram mən. Bir zaman birlikdə dərsə gedərdik. Axşamlar əl-ələ parkda gəzərdik. Tək ölüm ayırar, deyib sevərdik. Sən demə ölümdən betəri varmış. Sağ ikən ölü tək ayrı salarmış. Sevdiyim Ağbəniz gözəl deyildi. Qaraşın, qarasaç, şox bənizli idi. Bir vaxt varlığı ilə tək mənim idi, indi varlığımı soraqlayıram. Onlu xəyalları varaqlayıram. Ölübmü? Qalıbmı? Heç bilmirəm ki. Güləndə də içdən heç gülürəm ki. Hərdən öz-özümə düşünürəm ki, görəsən nə vaxtsa qarşıma çıxar, qarşımda dayansa, məni tanıyar. İnsafsızmı çıxdı, tərk etdi məni? Zaman mı ayırdı iki sevəni? Görəsən görsəydi başımda dəni, əli ilə saçımı sığal oxşayardı mı? Hönkürə-hönkürə ağlayardı mı? Dözməzdim yanımdan tez getməyinə. Dözürəm illərlə o itməyinə. Bir zaman qıymazdım kövrəlməyinə. İndi göz yaşını görmək istərəm. Heç həsrət çəkibmi? Bilmək istərəm. Bir zaman dünyanın xoşbəxti idik. Bir zaman dünyanın xoşbəxti idik. Yoxsa sevgimizi gözə gətirdik. Həm parça-parçayıq, həm əzik-əzik. Beləcə həyatdan pis dərs almışıq. Biz sevgi dərsindən 2 almışıq. Beləcə həyatdan çox pis dərs aldıq. Biz sevgi fənnindən sinifdə qaldıq.
biz sevgi fənnindən sinifdə qaldıq. Sinifdə qaldıq. Nahid Atakişiyev, teşekkür edirik Nahid. Gözlem otağına apararsan mikrofonu. SMS kodu 8. Nahid Atakişiyev'i bu yarışmada görmək istəyirsinizsə, numberone.az saytına daxil olub, səs verib dəstək ola bilərsiniz. Və qeyd edim ki, siz Azərbaycan Ulduzu layihəsinə LT Estetik Mərkəzinin baş sponsorluğu ilə baxırsınız və rəhbərliyi Laləndar Aslanovaya xüsusi təşəkkürümüzü bildiririk. Və keçid alırıq. Yaqub deyir ki, reklamların vaxtıdır. Reklamlardan dərhal sonra növbəti iştirakçının ifasını işləyəcəyik. Azərbaycan ulduzu, mənəm o ulduz. Son iştirakçımız SMS kodu 3 olan Tərlan Alioğlu'dur. Axsuqa Türkü, xoş gəlmişsən Tərlan. Buyur, sən də müraciətini et. Çox sağ olun, müəllim. Əvvəla bütün müslimləri salamlayıram, qonaqları salamlayıram. Bayramımız mübarək olsun deyirəm. Və mən Türkiyədən, Rusiyadan və Saat rayonundan səs gözləyirəm. Tərlan Alioğlu, SMS kodu 3. Eşidək Tərlan ifasını. Durun dolanın başına, durun dolanın başına. Kaşı gözü kara ceyran, kaşı gözü kara ceyran. Hasretinden xəstə düştüm, hasretinden xəstə düştüm. Elə dərdə çara ceyran, elə dərdə çara ceyran. Elə dərdə çara ceyran, elə dərdə çara ceyran. Söz eşidib əzim qalsan, söz eşidib əzim qalsan. Mən yanına sən də yansan, mən yanına sən də yansan. Özün bir tülə tərlansan, özün bir tülə tərlansan. Niyə uydum sana ceyran, niyə uydum sana ceyran. Niyə uydum sana ceyran, niyə uydum sana ceyran. Ələskərəm abdal olam, ələskərəm abdal olam. Eşkin girdabında qalam, eşkin girdabında qalam. Küstürmüşəm könlün alam, küstürmüşəm könlün alam. Yalvara yalvara ceyran, yalvara yalvara ceyran. Yalvara yalvara ceyran, yalvara yalvara ceyran. Niye uydun sara ceyran, niye uydun sara ceyran. Niye uydun sara ceyran, niye uydun sara ceyran. Yalvara yalvara ceyran, yalvara yalvara ceyran. Yalvara yalvara ceyran, yalvara yalvara ceyran. Tərlan Alioğlu, SMS kodu 3. İştirakçılarımızın çıxışlarını izlədik və qısa fikirlərinizi bildirin.
Atabala qrupu əla yenə həmənki kimi öz ifalarını gözəl başa vurdu da oradan da çox gözəl təqdim elədi. Bizim Türkan xanım oldu da, Bəli. bizim xanımız. Türkan xanımı da bir ayrı demək istəyirəm ki, doğrudan da ifası, geyimi həqiqətən də çox gözəldir. Və eşq olsun, gələcəyin gözəl bir sənətçimiz də elə indidən görürük. Allah yollarını açıq eləsin. Və şair, yeganə şairimiz, kitabların redaktoru olduğum dəyərli Nahid Atakişiyev. Sözün həqiqi mənasında sənin söylədiyin şeir çox gözəl idi. Həm qəmli şeir idi, həm də həqiqətən də insanın ruhuna yatan bir şeir idi. Ümumiyyətlə, sənin şeirlərin hər birisinin ayrı-ayrı bir gözəlliyi var. Sənə uğurlar diləyirəm. İnanıram ki, bir şair kimi gələcəkdə öz yolunu Qısa deyin, zəhmət olmasa təşəkkür edirəm. Deyirəm, bəlkə bir ifa səslənsin, sonra fikirlərinizi söyləyərsiniz. Qısa deyin onda, qısa deyin. Mən də deməli Türkan qızımız başladı. Gözəl, çox çətin bir mahnıya, yəni o məsuliyyəti götürdü öhdəsinə və öhdəsindən də gözəl gəldi, yəni hər şeyi ilə. O Atabala da ki, Allah saxlasın, o körpə balamız atası ilə bərabər, yəni insanlara böyük bir, necə deyim, pozitiv bir enerji ötürürlər, səsləri də gözəl. Və Nahid qardaşımız, şairimiz, bugün çox duyğulandırdınız gözəl şeirlə bizləri. Və bu Türk qardaşımıza da uğurlar olsun. İfaya vaxt qalmayacaq. Gəl oxu ondan sonra. Gəl. Mən gəlim. Bəli, gəl. Vaxt gedir. Gəlin. Maya xanım Cəbrayılovanın ifasını eşitək, zəhmət olmasa. Mələklər əl çəkibdi yurdumun torpağına, bağçasına, bağına, dərəsinə, dağına. Sinəsinə bəzəyi Tanrı özü veribdi, saçlarını oxşayıb qoşa hörürdü. Sinəsinə bəzəyi Tanrı özü veribdi, saçlarını oxşayıb boşa örüyorum. Birine kür deyibdi, Xəzərimdi yatağı, nuruyla şəfəqlənir Azərbaycan torpağı. Birine kür deyibdi, Xəzərimdi yatağı, nuruyla şəfəqlənir Azərbaycan bize salam getirir Türk erenlerine, Borsalının qəhrama sinə gerenlerine. Bize salam getirir Türk erenlerine, Borsalının qəhrama sinə gerenlerine. Qoşa hörüklərindən biri isə Arazdır. Talih onun adına ayrılıq hökmü yazdı. Dərdlər qalaq-qalaqdır onun can otağında, ruhu pərvaz eyləyir Xəzərin qucağında. Dərdlər qalaq-qalaqdır onun can otağında, ruhu pərvaz eyləyir Xəzərin qucağında. Bəzən onun adına Ağrı çayı deyirlər, ayrılığın çəpəri həsrət payı deyirlər. Bəzən onun adına Ağrı çayı deyirlər, ayrılığın çəpəri həsrət payı deyirlər.
yaraşırlar. Yurdum Azərbaycana Tanrıdan nemət onlar. Hopub torpağa cana ne güzel yaraşırlar. Yurdum Azərbaycana hörükdək yaraşırlar. Bizim Azərbaycana hörükdək yaraşırlar. Bizim Azərbaycana. Təşəkkür edirəm Maya xanım. Vaxtımız çox azdır və istəyərdim ki, Asif müəllim sizin də gözəl bir ifanızı eşidək. Yaqub, zəhmət olmasa səsləndir Maya xanım. Bu mahnının bilirəm, təşəkkür edirəm. Mən də Nəsibə xanım salamlayıram, amma vaxtımız yoxdur. Mən səsləri hesablaya bilməyəcəm. Səslərə stop deyirəm. Bu andan etibarən gələn səslər hesablanmayacaq. Asif müəllimin ifasını eşidək. Musiqisi verin mahnını. Küçücüksün açmamış tomurcuksun. Küçücüksün açmamış tomurcuksun. Sevda senin neyine daha sen bir çocuksun. 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 Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Gözlerime dolmuşsun, aşka nasip olmuşsun. Gözlerime dolmuşsun, aşka nasip olmuşsun. Ya ben erken dolmuşum ya da sen geç kalmışsın. Ya ben erken dolmuşum ya da sen geç kalmışsın. Ya ben erken doğmuşum ya da sen geç kalmışsın. Ya ben erken dolmuşum ya da sen geç kalmışsın. Tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk gözleri boncuk boncuk.
Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Təşəkkür edirik və bir fon musiqisi səslənsin. Nəticələr hesablanır və fon musiqisi səslənsin. Nəcibə xanımdan gözəl bir şeir səslənsin. Və Nəcibə xanımın şeirindən dərhal sonra nəticələri açıqlayacağım. Fon musiqisi. Bəli, fon musiqisi səslənsin. Yaqub, zəhmət Sözünü yenə olmasa. sala bilmərəm. Bir sevgi şeiri. Ömrümə günümə bir baxışıydın. Mən külək, sən isə gür yağışıydın. Çiçəkli bahardın, mən naxışıydım. İndisə baharın solub dənizi. Niyə sevənmədik bir-birimizi? Mən qumlu qayalıq, sənsə səhraydın. Axı sən əzəldən mənə doğmaydın. Mən coşqun bir dəniz, sənsə dalğaydın. Yuduq sahillərdən izlərimizi, niyə sevənmədik bir-birimizi? Baxır əksimiz də bulaq gözündən. O vaxtdan bizləri salıb gözündən. Beləcə qəm çəkən eşqin izində qarışıq salmışıq sözlərimizi. Niyə sevənmədik bir-birimizi? Çiçəyin rəngiydik, gülün rəngiydik. Bu eşqin yolunda gül çələngiydik. Axı bu yollarda niyə ləngidik? Daşa mı döndərdik ürəyimizi? Niyə sevənmədik bir-birimizi? Neçə açılmamış sabah içində, qovduq gecələri min ah içində, ömrümüz, günümüz günah içində, güldürə bilmədik taleyimizi, niyə sevənmədik bir-birimizi? Bir cavab tapmadıq nə sabahlara, batdıq günahlara, batdıq ağlara, ağ gülünü sevgiyə geydirib qara, həsrətə qərq etdik gözlərimizi, niyə sevənmədik bir-birimizi? Bu eşqin saçını yoldu küləklər, bu eşqin odunu aldı küləklər, boynu bükük qaldı o xatirələr, daha baxışlamaz o sevgi bizi, niyə sevənmədik bir-birimizi? Niyə sevənmədik bir-birimizi? Təşəkkürlər. Siz Allah üzürlü sayın efir bitir deyə mən məcburam yekunlaşdırmağa. Təşəkkür edirəm ki, Yaqub 2 dəqiqəni mənə verdiniz. Həftənin lideri Azərbaycan Ulduzu 7 musiqi yarışmasının 3-cü həftəsinin lideri, SMS kodu 4 olan Türkan İsmaillı. Həftənin ikincisi SMS kodu 8 olan Nahid Atakişiyev. Həftənin üçüncüsü, zəhmət olmasa bura gələk, xahiş edirəm səhnəyə. Həftənin üçüncüsü, SMS kodu 7 olan Atabala qrupu, Cavid və Səfər. Həftənin dördüncüsü, SMS kodu 5 olan Bahar Abbaszadə və Bahara mən icazə vermişəm, çünki çox üzürlü səbəblərə görə Bahar bugündən gələ bilmir, SMS-i var. Və Tərlan Alioğlu, təəssüflər olsun ki, sən bugün yarışmanı tərk edirsən və mən ötən həftə yarışmaya gəlməyən, hörmətsizlik edən Aynur Qüdrətlini də avtomatik olaraq yarışmadan kənarlaşdırıram. Artıq Aynur Qüdrətlinin SMS kodları bağlanır. Tərlan, sənə uğurlar arzu edirəm. Bizimlə gəldiyin yol burada bitir. Uğurlar sənə. Keçid edirik Azərbaycan Ulduzu 7 bala musiqi yarışmasının həftənin lideri 1102 səslə SMS kodu 2 olan İlqar Bayramlı. Həftənin ikincisi 1000 səslə 102 səs fərqləri var. 1000 səslə SMS kodu 1 olan Rasin Əkbərli. Həftənin üçüncüsü 400 səslə
Həftənin üçüncüsü 400 səs SMS kodu 7 olan Məhəmməd Əli Vahabsoy. Bilirəm, efir bitir. Həftənin dördüncüsü Jasmin Əsədova, Etibarcan Həsənov. Gəl bura. Yaqub mənə deyir ki, mən Aybəniz xanıma təşəkkürümü bildirirəm. Kanalımızın baş direktoru, Dünya Televiziyasının baş direktoru Aybəniz xanım təklif etdi ki, bugün bayramda uşaqlara dəyməyək. Etibarcanı yarışmada saxlayırıq. Aybəniz xanım, sizə təşəkkür edirəm. Var olun ki, uşaqlara hər zaman siz dəstək göstərmişsiniz və var olun ki, bu günlərimdə bu uşağın qəlbini sevindirdiniz. Dəyərli izləyicilərimiz, siz Azərbaycan Ulduzu 7 musiqi yarışmasına LT Estetik Mərkəzinin baş sponsorluğu ilə baxdınız. Sağ olun, salamat qalın. Səhnə mənim, bu an mənimdir. Qəlbimdəki arzu, eşqim dənizdir. İndi parlayır Azərbaycan ulduzu.